Bugün ayın 30'u dekabr sonuncu dersimiz. Bugünkü geçeceğim 3 tane formula doğrudan da kızıl formüllerdi. Yani bu iş günleri, neçə iş günü, neçə e, gün işləmirsən, neçə gün iznə çıxırsan, ay neçəsi qayıdacaqsan, belə yerlərdə istifadə olunur. Workday, network days, bir də network days international var. Mən burada dərs materialları adında belə bir məlumatlar həmişə doldurub hər dərsdə göndərirəm. Burada izahı var, misalla izahı var. Məsələn, bu workday funksiyası nə iş görür? Verilmiş tarixi iş günləri əlavə edilib və ya çıxarılaraq yeni tarixi tapmaq üçün istifadə olunur. Deyirik ki, məsələn, bugün başlanğıc tarixi bugündür. 10 iş günü sonra bir də tətilimiz olsa hansı günə denk gəlir? Məsələn, bugün ayın deyək ki, biz bir nəfəri bugün ayın 6-sından gələn ayında 6-sından biz bunu göndərəcəyik məzuniyyətə. Neçə gün? Bunu məsələn 6 gün göndəririk məzuniyyətə. Ayın neçəsi qayıtmalıdır bu? Deyək ki, bugün ayın neçəsidir? Yazıram bura. 30, 12, 2000. Tarix yazınca 30-12 yazdım. Mən bunu vursam özü tarixi tanıyacaq. Sadəcə burada formatını mən short date edirəm. Bugün biz bunu 15 gün iznə göndəririk. Arada hansı günlər tətildir? 31-i özü, düzdür? 31-i tətildir. 1 2026-sı tətildir. Bir də 2 1 2026 günləri tətil. Buradan görürsünüz yoxsa biraz böyük? Biraz böyle. Ha, biraz böyüdü. İş. Ha, indi mən buradakı şeyləri bilirəm. Bir dənə burada mən dedik bugünkü tarix biz bunu 15 gün izinə göndərəcəyik. Aha. Başlanğıc gün tətillər. Tətil günlərimiz neçədir? 31 12 sonra 1 2026 sonra 2 1 2026. Bu çox ola bilər. Siz bunu çoxalda bilərsiniz. Sadəcə mən misal olaraq. Beşinci neyiz? Üstüne böyle gideceksin şu. Ha, 5-əcən iş günü deyil də deyək. 5-əcən iş günü deyil. İş. 5-i iş günüdür. Normalda bu belə olur da. Deyək ki, bugün 30-ludur, tamam? 30-12. Sonra mən bunu belə çəkirəm, gedirəm bura qədər. Bu gedim neçəsində dönməlidir? Bu tətildir, bu ged. Hə? Burada bir, tamam. Buralar tətildir, tətildir bu iş günü deyil. Beşinden işte. Ha, 5-indən işdir. Orada. Burada 2, 3, 4, 5, 6, 7, 8. Burada da həftənin tətil günləri də var da, düzdür? Onu necə tapırdıq? 6 bazarı. Weekday'den. Weekday burada yazıram. Bərabərdir. Weekday. Mesela program değil. 6 bas. Ha, yox. Bu şey olacaq. Dil dəyişməliyim. Weekday yazdım. Bu tarixi seçirəm. Virgül. Bura neçə yazıram? 2. 2 yazıram. Çünki bizim həftəmiz Monday'dən başlanır. Bu formatda niyə göstərdi? Çünki burada date formatında biz bunu general eləyəcəyik. Tamam. Bunu belə aşağıya qədər gedirəm. 6 bazarlar iş günü deyil. Düzdür? Bax, burada bir 6 bazar var. Demək mən burada saymayacağım. Buna deyirik 15 iş günü sənə iznə göndəririk də. 15 iş günü. Bura qədər dedik ki, iş günü deyildi. 6 bazar iş günü deyil. Mezuniyet iklimden olur abi. Burada da iş günü deyil. İndi biz o qayda qanun başqadır. İndi biz burada Excel-də bunu necə hesablayacağıq? Ola bilər ki, məzuniyyət necə olur? İş gününə düşməyəni məzuniyyət pulu alır. Bildiniz? Yəni o tətillərə düşərsə biraz başqa olur. Orada məzuniyyət pulu hesablaması qaydaları HR-da zaten dərs keçirlər.
O başqa bir məsələ. Gəldik bura. 6 oldu. 7, 8, 9, 10, 11 və burada demək biraz da davam eləyəcəyik. Gəldik burada 12, 13, 14, 15. Bu adamın tətili burada bitir. 20'si, ikisi 22'si bitir. Hı hı. 15 iş gündən sonra. İndi biz bunu belə tutub əllə hesablarsaq uzun çəkəcək də. Bunu formulla hesablayacaq. Deyəcək ki, hansı formulla dedik? Burada yazmışam. Workday funksiyası iş günləri əlavə edib və ya burada da sintaksı var. Necə, parametrelər nədir? Bax, bunu da belə kopyalayayım, gəlim buraya. Bunu atıram bura. Start date. Tarix, sonra days, neçə günü və tətillər. Sonra mən gəldim buraya yazdım. Work days, work day, work day. Başlanğıc tariximiz nə idi? Bugündən. Düzdür? Sonra dedik 15. Sonra da tətil. Tətillər hansılardır? Dedik bu 4 gün iş günü deyil də bizdə. Tətillərimizdir. Rəsmi tətil. Bir dənə də bu 31 var idi də. Onu da seçdim. Enter dedim. Belə bir rəqəm gəldi. Deyirəm 23'ü bu adam işdə olmalıdır. Biz nə dedik? 22'si bitir. 23'ü işdə olmalıdır. İndi siz bir dənə Excel bunu mən sizə həmin göndərim. Siz də özünüzdə bir dənə bunu. Hə, indi biz network days funksiyasını baxırıq. İki tarix arasındakı iş günlərin sayısını hesablamaq. İki dənə tarix bizə verilir. Deyilir ki, ya məsələn bir ayın içində, bir ayda olsa ayın əvvəlini axırını götürürük. Deyir ki, bu ayda neçə iş günü var? Gəlirəm bura. Bugünkü bu ayın əvvəl tarixini yazıram. Ayın axırına kimi doldurmaq istəyirəm bu sütunda. Necə eləyim? Dedik ki, Adlı yanı yazıldı. gəldik buraya. Sonra gəldik burada fil var. Editing menusunda fil var. Series'e gəlirəm. Row seçirəm. Day bir çoxalsın. Ayın axırı neçədir? 31, 12, 2025. OK deyirəm. Sətirləri doldurdu. Sətri doldurdu. Biz sütunu doldurmaq istəyirik. Gəldim bura. Sütunu dolduracağıq. 31, 12, 2025. OK deyirəm, dolur. Buna da belə shift kontrolla gedirəm axıra. Silirəm. Dönürəm başa. İndi neçə iş günü var idi burada? Bunu necə hesablayacaq? İş günü deməkdir. 6 bazar içində olmasın, tətillər içində olmasın. Bu ay neçə gün tətil idi rəsmi? Bir dənə 31'i, bir dənə 31 tətildi. Başqa tətil yox idi. Workday yazarıq bərabər. 6 bazarı necə tapırıq? Workday. Weekday, Workday. bu 2. Bunu da formatın general eləyirəm. İstəyirəm ki, 6 bazarı belə sarı işarəliyim. Conditional formatting ilə necə eləyirdik? Seçdim buranı. Tamam, bu aralığı. Fərid bəy, kim demək istəyir bunu? İstəyirəm ki, 6 bazarı sətirləri sarı rəng işarəliyim. Conditional formatting, new rule, use formula. Deyirəm ki, bərabərdir. Bu xana, bunu da sabitləmək, sətrin sabitləməsini qaldırıram, sütunun sabitləməsi qalsın. Hep buraya baxsın. Sağa sola getməsin. Böyük bərabərsə 6. Demişdik də bunu. Sarı rəngdə işarələ. OK dedik. 6 bazarlar rəngləndi. 6 bazarlar rəngləndi və biz bilirik ki, bu iş günlərimiz bunlardır. Baxın, belə toplayıram, kontrol tutub belə gedirəm. Sadəcə baxmaq üçün, təbii ki, bu çox olsa. Neçə gün burada yazıb, kanta baxırıq. 22 iş günü var idi bu ay. 22
iş günü. Bunu Excel'də necə eləyəcək? Baxın bunları belə seçdim, kontrolu tutaraq. Kontrol tutaraq mouse'dan seçdim, tamam? Baxın burada, o Aşağıda. burada görsənir. Count. 2 dəfə tıklarsanız şey eləyir. Mən yarısına qədər getmişdim də. Hı. Kopyalayır. Fərid bəy indi necə eləyəcək? 22 iş günü var. Excel'in hansı funksiyasından tapırıq iş günləri? Bilmiyorum. Workday, o bir Net, şey, net. Ha, network, network. work, days. Bərabər start date dedik ki, ayın əvvəli. End date dedik ki, ayın axırı. Bunu əllə də yaza bilərik. Onu yazırsınız. 31 12 2025 dırnaq arasında yazıram. Tətilimiz neçə idi? 31 12 2025-də tətil idi. 22 iş gününü verdi bizə. Günel xanım Hı. 22 iş gününü verdi bizə. Ne yapsın? Bahçeye gidip Ha, bilirəm indi. bunu da açıp gelmişim işte İndi ders. siz mənə deyə bilərsiniz 11-ci ay neçə iş günüdür? Mən rekordu dayandırıram. Siz özünüzdə bir dənə səhifə açın. Bakın. 11-ci ay neçə iş günüydü və ya yanvar ayı gələn il neçə iş günü olacaq? Ha, tamam. Devam edirik. Network Days'dən sonra Network Days International var. Bu nəyi göstərir? Biz dedik ki, Network Days formulu 6 bazarı default olaraq tətil günləri sayır. Hı hı. İş günü deyil. Amma bəzən elə olur ki, tətil günləri başqa günlərə keçə bilər. Məsələn, işçi var ki, 3-cü, 4-cü gün tətilidir. O zaman ne diyecek? O zaman Network Days nokta international diye bir formül var. Start day yine başlangıç tarih, bitiş tarih, weekend. Weekend'de biz bu iki tane parametreyi seçince virgül deyince başka bir menü açılır. Weekday'deki kimi? Biz mesela orada 2 seçirdik. Burada ise tətil günləri göstərir. Misal, gəlirəm elə buradaki tablomuza biz deyirik ki bərabərdir Network International. Bu. Hı hı. Start date'i dedim 01 12 2025 virgül end date'imizi dedim ki 31 12 2025 bu ve buraya bakın üçüncü parametrede bir tane menü açıldı. O böyle bir tane liste açıldı. Yazıb ki Saturday, Sunday. 6 bazar. Biz bir həmişə seçirik. Sunday, Monday. Bazar birinci gün. Baxın bunlara baxırsınız, artıq seçirsiniz. Məsələn, kimsədə bazarla birinci gün tətil günüdür. Və ya məsələn burada Monday, Tuesday. Birinci, ikinci gün. Deyək ki 3. Mən 3 seçsəm, 3 yazdım bura. O artıq birinci, ikinci günü tətil günü hesaplayacak. İş günü değil onun. Bu işçi için veya bu iş için nəsə bir hesaplayırıq. Və burada da bir dənə də tətilimiz var idi. 31 12 2025'də dedik ki, rəsmi tətil qeyri-iş günüdür. Vururum belə bir formatı dəyişirəm. Generalım 20 iş günü bunun için hesapladı. Bunun fərqi bizdən nə idi? Siz orada 3 yazdınız. O üçüncü gün değil mi? 3 yox. 3 bilirsiniz nədir? Bayaq danışdıq bunu. Həftənin sonu bizdə nədir? 6 bazardır. Bəzi işçilər üçün hansısa istehsalat sahələrində fərqli qrafikdə işləyənlər başqa günlər olur. Məsələn, o 6 bazar işləyir, amma yerinə birinci, ikinci gün tətil eləyir. Bu da üçüncü günü. 3 yazınca baxın təzədən gəlirəm. Network International. Dedik ki, başlanğıc tariximiz
01.12.2025. İkinci end date. Biten Biten tarih. tarih 31.12.2025. Verdi. O buraya gelince bakın böyle bir menü açıldı. Görürsünüz de bunu. Görünür. Bir de bunu yaxınlaşdırım. Yaxınlaşaq. Buraya silirəm. Baxın belə bir menü açıldı. Görürsünüz? Bəli. Baxın bu virgüldən sonra belə bir menü. Deyir, sənin tətil günlərin, iş günü olmayan həftə sonun hansıdır? Weekend. Weekend yazır. Həftə sonu nədir? Deyirəm ki, bu adam için, bu işçi için, bu makine için fərqli ola bilər. Birinci ve ikinci Monday, Tuesday tətil günüdür. Burada da 3'tü onun kodu. Kodu 3'tü. Bak burada farklı şeyler de var. Saturday bir gün iş günüdür. Bakın bir gün tətildir. Mesela 6. gün tek tətildir. Ya da sadece bazar günü. Mesela sadece bazar günü ise 11'dir. Bağladım. Sonra deyirəm 31 12 2025 də mənim rəsmi qeyri-iş günümdür. Vurdum deyir 26 iş günü olur bunun için. Bir dənə bazarı tətili var. Bir dənə də 31'i tətil idi bunun için. Bu adam 26 iş günü işləməlidir. Qrafik elədir. Ya da makinede olabilir ya fərqli bir şey olabilir. İhtiyaca göre Şimdi axırda da niyə yazırıq 31-12-2025? deyirəm o da rəsmi iş, qeyri-iş günüdür axı. Və 31'i Dünya Azərbaycanla həmrəylik günüdür axı. Əgər olmasaydı onda Olmasaydı tətil, rəsmi tətil olmasaydı heç nə yazmırsan. Onda 27 iş günüdür. Bir dənə də ona görə virgül dedim bir tətil günümüz də var. və yaxud da ki. Baxın onda oldu 26 iş günü. 26 iş günü. Bu adam 26 iş günü işləməlidir. Və yaxud da ki, məsələn 31-i yox. Rəsmi 2 dənə də verirlər. 10 dənə versin, fərqi yoxdur. Onu ora necə yazacaq? O indi baxın. Baxın mən burada 30'u da qeyri-iş günü elədim, deyək. 31'i də dedim ki, qərar qəbul olunub bu 2 gün qeyri-iş günü. Gəldim bura. Artıq bunu burada əllə yazmıram. Gəlirəm burada seçirəm. Seçdim. Baxın H1, H2'yi seçdim. Seçdim də belə seçirəm. İndi burada görünmür deyə mən belə seçdim. Enter dedim 20. Bunu sil 26. Bunu da sil 27. Hı.